İmplantlar etibarlıdır, amma onların da zəif nöqtəsi var. Ətrafında yumşaq toxumanın az olması və qan təchizatının az olmasıdır. Bu da implantın ətrafında iltihabın və gələcəkdə sümük itkisinin və implantın itirilməsi ilə nəticələnən bilən bir prosesin ortaya gəlmə riskini həmişə özündə daşıyır. Bunun qarşısını almaq üçün müntəzəm olaraq 6 aydan bir diş həkiminin kontroluna gəlmək mütləqdir. İkinci önəmli məqam gigiyenadır. Diş ipinin istifadə olunması, gündə 2 dəfə dişlərin yuyulması və xüsusi hallarda irrigatorun istifadə eləməsi məsləhət görülür. Üçüncü məqam da konstruksiyanın yerləşdirilməsindən sonra gücün düzgün paylanılmasıdır. Bəzi pasiyentlər gecələr yatarkən dişlərini sıxırlar. Elə pasiyentlərdə bu iş bitəndən sonra biz xüsusi şinalar, kappalar tətbiq edirik və belə halda mütəmadi kontrol altında qalan implant konstruksiyaları 15-25 ilə qədər minimum ağız boşluğunda qala bilərlər. Hətta düzgün qulluq vaxtı elə bir hallar da mövcuddur ki, pasiyentlər 45 il, hətta ömür boyu bu konstruksiyanı ağız boşluğunda gəzdirə bilər. Ona görə hər bir pasiyentə deyirəm, əgər siz bu konstruksiyanı ağız boşluğunda uzun müddətli saxlamaq istəyirsinizsə, burada sizin də rolunuz çox önəmlidir.